Əziz monitorinqə hazırlaşan 4-cü sinif şagirdləri, eləcə də dəyərli valideynlərimiz, hər vaxtınız xeyir. Bizi dinləyən hər bir kəsi salamlayıram. Mən digər video izahımda baş üzvləri izah etmişdim. İndi isə bugünkü dərsimiz isə cümlə ikinci dərəcəli üzvlərin, yəni cümlənin ikinci dərəcəli üzvlər olan təyin, tamamlıq, zərfliyi haqqında məlumat verib qısa keçid alacağım izahlara. Baxaq, cümlənin baş üzvlərini yenidən qayıdaq. Baş üzvlərin, yəni əsas baş üzvlər. Mübtəda və xəbər, ikinci dərəcəli üzvlər isə tamamlıq, təyin, zərflikdir. Baş üzvlər, yəni ailənin böyüklüyü ana atadır. Tamamlıq, təyin, zərfliyi isə onların övladlarıdır. Ən müstəqil üzvümüz isə mübtədadır. Təyin, baxaq, deyir, cümlədə əsasən işlənir, ismi təyin edən ikinci dərəcəli üzvdür. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci, yəni həm sifətin, həm də sayın suallarını burada yadımızda saxlamaqla təyinin suallarında yadımızda saxlamış olaraq. Bu da həm sözlə, həm söz birləşməsi ilə ifadə oluna bilər. Tamamlığın sualları kim, nəyi, haranı, kimə, nəyə, haranı, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə üçün, nə haqqında, nə barəsində bu kimi suallardan birinə cavab verir tamamlıq. Əsasən xətti qırıq-qırıq xətti, təyində dalğalıdır. Sonra gəlirik zərfçilik. Zərfliyi bəzən zərf nitq hissəsi ilə qarışdırırlar. Zərf nitq hissəsidir, zərfliyi isə cümlə üzvləridir. Üzvlərində biz rast gəlirik. Bunların bir neçə fərqləri var. Məsələn, zərfliyin üç növü olduğu, tərz hərəkət, zaman, yer zərfi olduğu kimi zərfin də tərz hərəkət, zaman, yer, bir də miqdar zərfliyi olur. Zərfi olur, yəni nitq hissəsi kimi. Amma bunlar bir-birindən tamamilə fərqlənir. Təyin əşyanı, məsələn, təyinlə zərflik bir-birinə oxşayır. Təyin əşyanı, zərflik isə hərəkəti izah edir, yəni hərəkətə aid olur. Bunu nəzərdən qaçırmayaq, zərfliyin də xətti, dalğalı, düz xətti kimi işarə olunur. İndi isə keçək suallarımıza. Qısa olaraq qeyd etdim ki, təkrar etmiş olaq. Hansı sual ikinci dərəcəli üzvün, cümlə üzvünün sualı deyil. İkinci dərəcəli üzvlər, yəni tamamlıq, təyin, zərfliyin suallarından biri deyil. Nə zaman, nəyi, necə? Nə zaman zərfliyin sualıdır, nəyi, tamamlığındır, necə isə dedik təyin, həm sifət, həm də sayın sualları olur. Deməli, nə? Təyin. Ona görə kimdir, dırdır şəxs sonluğu qəbul edirsə, bu xəbərin sualıdır. Ona görə olacaq. Gəlin, haradadır, qeyd edək. B bəndi. Sonra, hansı uyğunluq doğru deyil? Mən sabah gələcəyəm. Gələcəyəm. Nə edəcəm? Gələcəyəm. Xəbərimiz, kim gələcək? Mən gələcəyəm. Doğrudur. Mən burada mübtədadır. Mübtədamız şəxs əvəzliyi ilə ifadə olunub. Yuxarıda yamançı səsküy idi. Nədir səsküydür? Harada, yuxarıda. Bəli, zərflikdir. Onun qıvrım saçları uzun idi. Necədir? Uzundur idi. Bəli. Uşaqlar zooparkdakı heyvanlara tamaşa edirdilər. Kim? Uşaqlar. Burada uşaqlardır mübtəda. Amma burada zooparkdaşı götürülüb. Ona görə doğru olmayan variantımız elə D bəndidir. Birinci cümlədə ikinci dərəcəli üzv nə ilə ifadə olunmuşdur? Bizim qatarımız tez yola düşmüşdü. Nə etmişdi? Yola düşmüşdü. Nə yola düşmüşdü? Bizim qatarımız. Nə vaxt, nə zaman? Burada zərflikdir. Zaman zərfidir. Zərf. Bəli, ona görə C bəndi olacaq. Nə vaxt sualına cavab verən söz birləşməsi ilə ifadə olunan ikinci dərəcəli üzvümüz hansıdır? Baxaq. Sabah biz məsələni həll edəcəyik. Nə edəcəyik? Həll edəcəyik. Kim, biz. Nəyi həll edəcəyik? Məsələni. Nə vaxt, nə zaman? Sabah. Bunun hamısı sözlə ifadə olunub demək olar ki, söz birləşməsi yoxdur. İndi qonaqlar gələcəklər. Nə edəcəklər? Gələcəklər. Kim gələcək qonaqlar? Nə vaxt, nə zaman gələcəklər? İndi. Biz gecənin qaranlığında onları axtarmağa başladıq. Nə etdik? Axtarmağa başladıq. Nə vaxt? Kim, biz. Nə vaxt, nə zaman onları axtarmağa başladıq? Gecənin qaranlığında. Bəli, burada söz birləşməsi ilə ifadə olunub.
İkinci dərəcəli o üzv, ona görə C bəndimiz doğru cavab olacaq. Hansı cümlədə həm baş üzv, həm də ikinci dərəcəli üzv var? Günün sonu yaxınlaşırdı. Nə edirdi? Yaxınlaşdırdı. Nə yaxınlaşırdı? Günün sonu. Burada mübtəda və xəbərdən, yəni baş üzvlərdən ibarətdir. İkinci dərəcəli üzv yoxdur. Dan yeri sökülürdü. Nə edirdi? Sökülürdü. Nə sökülürdü? Dan yeri. Ceyhun həyətdə dostunu gözləyirdi. Nə edirdi? Gözləyirdi. Kim gözləyirdi? Ceyhun. Ceyhun nəyi? Kimi gözləyirdi? Dostunu. Harada? Həyətdə. Burada həm ikinci dərəcəli üzvlər, həm də baş üzvlər var. Ona görə C bəndimiz uyğun gəlir. Hansı cümlədə təyin, iki təyin işlənmişdir? Baxaq, iki təyin işlənmişdir. Uşaqlar maraqlı, gülməli hekayələri dinləyirdilər. Nə edirdilər? Dinləyirdilər. Kim dinləyirdi? Uşaqlar. Uşaqlar hansı hekayələri dinləyirdilər? Maraqlı, gülməli, ona görə olacaq. Burada sıralama, sadalama var. Ona görə olacaq elə 6-da A bəndimiz. Uyğun gəlir. Keçid edək. Digər səhifəmizə. Verilmiş cümlədə qələmimizi qeyd edək. Verilmiş cümlədə fərqləndirilmiş birləşmə hansı cümlə üzvü vəzifəsindədir? Atlılar dağın ətəyində görüşdülər. Nə etdilər? Görüşdülər. Kim atlılar? Atlılar harada görüşdülər? Ona görə olacaq zərflik. Hərəkətə aid olduğu üçün harada, haraya? Harada görüşdülər? Zərflik. Yer zərfliyidir, bəli. Sonra sualların ardıcıllığına uyğun gələn cümlə hansıdır? Uşaqlar bu məsələni asan həll etdilər. Nə etdilər? Həll etdilər. Kim? Uşaqlar. Nəyi? Məsələni. Hansı məsələni? Bu məsələni. Bu uyğun gəlmir. Eldar dostuna hər şeyi danışdı. Nə etdi? Danışdı. Kim danışdı? Eldar. Kimə? Dostuna. Nəyi? Nəyi danışdı? Hər şey. Elə bizim cavabımız B bəndidir. Ardıcıllığına suallar vermək olur. Sonra gəlirik 9-cu suala. Hansı cümlədə ikinci dərəcəli cümlə üzvü yoxdur? İkinci dərəcəli, yəni tamamlıq təyin zərfliyi yoxdur. Baxaq. O işləm məsuliyyətlə yanaşırdı. Nə edirdi? Yanaşırdı. Kim? O. Necə, nə cür, nə tərzdə? Tərz hərəkət zərfliyi var. Ona görə burada elə çıxırıq. Yəni cümləmiz baş üzvlərdən ibarət olsun. Onu demək istəyir. Məktub ünvana sabah çatdırılacaq. Nə edəcəyi çatdırılacaq, nəyə çatdırılacaq? Məktub haraya çatdırılacaq? Haraya çatdırılacaq? Ünvana. Nə vaxt? Sabah. Bu da zərfliyi, bəli. Ona görə bu da olmayacaq. Biz təyyarə ilə getdik. Nə etdik? Getdik. Kim getdi? Biz getdik. Haraya getdik? Burada da var. Onun anası dilə gəldi. Nə etdi? Dilə gəldi. Kim dilə gəldi? Anası, onun anası. Burada da söz birləşməsidir. Ona görə ayırmırıq, parçalamırıq. Baş üzvlərdən ibarətdir və ikinci dərəcəli üzv yoxdur. Hansı cümlədə zərflik var? Baxırıq, qardaşım bizi qarşıladı. Nə etdi? Qarşıladı. Kim qarşıladı? Qardaşım. Kimi qarşıladı? Bizi. Burada olmayacaq, zərflik yoxdur. Biz birlikdə addımlayırıq. Nə edirik? Addımlayırıq. Kim birlikdə addımlayır? Biz. Zərflik. Necə, nə cür, nə tərzdə addımlayırıq? Tərz hərəkət zərfliyidir. Bəli, birlikdə. Ona görə B bəndi zərflik var. Hansı cümlədə nə qədər sualına cavab verən cümlə üzvü var? Yenə baxırıq nə qədər. Dərzi rəngli parçadan don tikdi. Nə etdi? Tikdi. Kim tikdi? Dərzi. Nə tikdi? Don. Necə, nə cür, nə tərzdə don tikdi? Rəngli. Nədən? Parçadan, bəli. Orada o yoxdur.
Nə qədər? Ağacların yarpaqları saraldı. Nə etdi? Saraldı. Nə saraldı? Ağacların yarpaqları. Burada da söz birləşməsidir. Ona görə mübtəda və xəbərdən ibarətdir. Anam çiçəklərə qulluq edirdi. Nə edirdi? Qulluq edirdi. Kim? Anam. Anam nəyə qulluq edirdi? Çiçəklərə. Burada nə qədər sualı verilmir. Biz uşaqları xeyli gözlədik. Nə etdik? Gözlədik. Kim gözlədi? Biz. Kimi gözlədik? Uşaqları. Nə qədər gözlədik? Xeyli. Xeyli. Biz demişdik xeyli hərəkətə aiddir. Burada ona görə miqdar zərfliyi. Deməli, burada olacaq xeyli gözlədik. Burada hərəkətə aid olduğu üçün miqdardır, bəli. Ona görə burada olur D bəndi. Onun için suala baxaq. Verilmiş cümlədəki fərqləndirilmiş söz hansı nitq hissəsi ilə nitq hissəsi və hansı cümlə üzvüdür? Fərqləndirilmiş söz. Nənəm mənə qızıl sırğa aldı. Nə etdi? Aldı. Kim aldı? Nənəm. Kimə? Mənə. Deməli, necə sırğa aldı? Qızıl sırğa aldı. Təyindir. İsimdir. Sadəcə sifətləşib burada. Material bildirən sözdür. Bəli, qızıl isimdir. Ona görə isim təyin. İsimləşsə də, qızıl sözü sifətləşsə də, amma yenə də isim olaraq qalır. Yəni paltarını dəyişsə də, o yenə öz funksiyasını icra etmiş olur. Ona görə isimdir, təyin rolunda çıxış edib cümlə üzvü kimi. Çox sağ olun, bizi bu qədər, bura qədər dinlədiyinizə görə minnətdaram. Kanalımıza abunə olaq, rəy yazaq və öz fikrimizi rəylərdə qeyd edək. Çox sağ olun, minnətdaram. Bizim ödənişsiz qrupumuz da var. Linki qeyd edəcəm, çalışacağım qeyd edim rəy bölməsində. Oradan da keçid alıb qrupumuza, WhatsApp qrupumuza daxil olub. Oradakı dərslərimizdən də, ödənişsiz dərslərimizdən də yararlana bilərsiniz. Minnətdaram, çox sağ olun.